Traktorun şampiyonluğu kimə hediyəsi idi? Pezeşiyanın Azərbaycana verdiği bir töhvə, yoxsa Azərbaycanın hökumətə uzatdığı bir yardım əli? Elim havada, gözüm qalada, qəlbim nigeran, dilim duada. Traktor mənə candır, həm candır, həyəcandır. O mənim qəlbimdə hər zaman qəhrəmandır. Trump masaya dığırlattığı geniş şarla İran ve Amerika arasındaki münaqişəni Qənisazi səthindən Xəlicin adına mı yendirdi? Bütün bu münaqişə kimin adına, kimin adına? Xanımlar, beyler selam. Mən Taha Cermaniyəm. Siz Şirinçəyə baxırsınız. Topçuların değerlendirdiğine göre Traktor bu fəslin başından beri yaşıl meydanın qalibiydi. Elə buna görə də qəhrəmanlığa oynadığı elə əvvəldən də bəllidir. Atdığı qollar, yığdığı puanlar, yemədiği qollar, bütün teknik performansı ilə bu ligin ən müddəi qəhrəman adayıydı. Fəslin quturmasına 2 həftə qala da elə qəhrəmanlığını təsdiqlədi. Beləliklə Azərbaycanın şanlı takımı illərcə qəhrəmanlığın ondan əsirgəndiyi Traktor nihayət ki camı qaldıracaq və İranın Süper Liginin Ligi Bərtərinin qəhrəmanı olmağı başaracaq. Traktorçulara görə Traktor çoxdan və dəfələrcə bu dadı haqq etmişdi, amma Tehrandakı siyasi olaylar bu məsələnin gerçəkləşməsinə mane olmuşdu. İranda çox şeydə olduğu kimi futbolu da siyasətdən ayrı düşünmək mümkün deyil. Elə ona görə də Traktorun ətrafında olub bitənləri futboldan çox siyasi olaylar gözlüyü ilə baxıb dəyərləndirmək zorunda qalırıq. Traktorun qəhrəmanlığı təsdiqləndikdən sonra Urmiyanın sabiq millət vəkili Nadir Qazipurun bir cümləsi geçmiş illərdəki bir müsahibədən sosial medyada sıxca paylaşılmaya başladı. Özü tərəfindən də habilə. بنویسید پاس کنید بپرسید هر وقت از یک ترک رسوم باشه تراکتور اول میشود نمیذارید حق ما رو میخورید. Qazipur deyirdi ki, Traktor qəhrəman olmaz məgər bu ki bir Türk İranda Cumhurbaşkanı olsun. Bu elə genel qənaətdir də. Sosial medyaya bir gözdən keçirdiyimizdə insanların küçədə bazada orada burada danışdığına bir baxsaq, Traktorun bu fəsl qəhrəmanlığını, daha doğrusu qəhrəmanlığına əngəl olmamağı biraz da Məsud Pezeşiyanın Cumhurbaşkanı seçilməsinə bağlayırlar. Ancaq bunu Traktoru fənni bir şəkildə təqib eləyənlər tərəfindən heç də qəbul olunmur, ciddi müntəqidləri var. Deyirlər ki, Traktor əgər Pezeşiyan tərəfindən qəhrəman olub, pəs o zaman davərilərmi Traktorun nəfinə idi, yoxsa atmadığı qollar mı qol sayıldı və ya əcib qərib nəql-i intiqalat fəslində bir şeylər mi oldu? Heç bir faktor, nə bilim, offside nəfinə qərar verildi və s. Bütün bunları ki İranda Tehran timlərinə məxsusən çoxca görmüşük belə bir hadisələri. Bunların heç biri Traktorda anlamlı və müstəmər bir şəkildə olmadığını deyirlər. Ona görə də Traktorun bu fəsl qəhrəmanlığını elə birbaşa öz gücü və siyasi bir iradənin olmadığı ilə savunub və elə Azərbaycanın timinin öz gücü ilə qəhrəman olduğunu deyirlər və bununla da şadlıqlarını ikiyə qatlayırlar. Dediyim kimi İranda futbol siyasətdən ayrı düşünmək mümkün deyil. Hələ ki Traktor kimin ciddi bir ictimai güc də arxasında olan timdə bir siyasi iradə nəticəsini necə yaşıl meydana yansıdığını görüb təxmin eləmək sır deyil, kimsədən də
gizli deyil. Ona görə ən yaxşı, rahat təbiri ilə bunu demək olar ki, Tirakturun bu fəsdə qəhrəman olması, yəni qəhrəman olmasına mane olmamaqla Tehranın bir siyasi iradəsinin təzahürünü görmək olar. Bu o biri Tehran timləri, dürdanələrə tanınan şanslar, verilən rantların olmadığını biz görüb anlayırıq, amma İran kimi bir məmləkətdə Tiraktur nə qədər öz gücü olsa da biz bilirik ki, hakimiyyət bu gücü nəticələrə yansımasına əngəl ola bilir. Necə ki, keçdiyimiz illərdə dəfələrcə buna mane olmuşdular. Ona görə elə Azərbaycan timinin bu səfər önünə daş dığırlatmadıqları bir siyasi gücün, iradəsinin, kölgəsinin altında da olduğunu bizə xatırladır. Amma bunlar önəmli deyil. Tiraktur Sipahın timidir, bir iqtisadi rantın sahibi Zunuzinin adil bir ölkədə, adil fürsətlər nəticəsində bu imkanları əldə edəmədiyini hamımız bilirik. Tiraktur bir hökumətin propaganda və ümumi siyasətinin bir parçası şəklində ictimai mütalibələrin yönləndirilib, bəlkə susturulub, hidayət olunmasında hökumətin əlində bir oyuncaq olması, bütün bunlar heç biri xalqın sevinməsinə mane deyil. Çünki hər şeydən çox, hər kəsdən çox elə Azərbaycan milləti bu sevinməyə haqqı var. Ona görə də Tirakturun qəhrəmanlığını hər kəsdən çox tirakturçulara və İranda Təbrizdən bıxmış, usanmış, yorulmuş hər kəsə. Çünki Tirakturun elə də bir vizyonu var. Ona görə də bütün topçulara, tirakturçulara bu şampionluğu təbrikləyirəm. Tirakturdan ki geçsək, məmləkətin əhvalatı çox qarışıq idi. Keçdiyimiz günlərdə başlayan bu İran-Amerika arasındakı müzakirələri ilə daha da qarışıq halə gəldi. Kətxudanın dəllalı Mr. Prezident Trump'ın ortaya attığı, yəni o masaya dığırlatdığı yeni şar Xəlicin adını dəyişdirib Xəlici Ərəbi eləməsi İran məqamlarını bir araya gətirmiş, kiminə görə də Cumhur İslamiyə verilən bir qol pası nəzərə gəlir. İndiyə qədər İran Amerika ilə yox müzakirə eləməz. İndiki müzakirə eləyir, qeyri-müstəqim eləyər. Ondan sonra həstəyi bərnaməsini tamamən yığacaqdı. İranın difai gücü, müşəklər bərnaməsi ilə ilgili mütalibələr var. Amerika tərəfindən danışılırdı. Bunlar hamısı İran yox, mən bu həstəyi enerjisi teknolojisini zorla, güclə bir ələ keçirdim, bunu vermənəm mübahisəsindən gəldik, bəli, Xəlici Farsın adına. Niyə Xəlici Fars soruşmayın, çünki qabaqcadan ağalar buyurublar. که الان اسم خلیج فارس رو گذاشتن خلیج عربی. حالا چرا فارسه؟ میگن برین از ماهیاش بپرسین. برین از ماهیاش بپرسین. İndi bundan geçsək, bir məsələ çox ilgincdir. Mən fikir edirəm ki, elə bu İranlıların biraz da ümumi ruhiyyəsi ilə bağlıdır. Təsəvvür eləyin ki, Xəlici Farsda, Xəlici Fars deyirəm ki, ağaların xətrinə dəyməsin. Hər nə, o aşağıda olan su. İndi adını nə deyirsiniz deyin. Orada İranın, hökumətin, məsələn, Çin ilə bağladığı qərardatlar ki, bütün bölgənin, denizin balıqçılıq sənətini öldürüb bitirib, orada insanlar geçinəcək, bu yoldan olan insanlar gərə günə oturub, mühüm deyil. Qaz istixracında İran qonşu ölkələrindən ciddi dərəcədə dalıya qalıb. Müştərək qaynaqlarda İran vaxtında sərmayəguzarlıq eləyənmədiyinə görə istixrac eləyə bilmir. Qaz qətlərini biz görürük, kəsilmələrini, vəziyyəti. Bunların heç birini Əfqar-ı-Ümumi İrani qəhrəmanpərvər danışmaz. Amma Xəlicin adı dəyişsə, mənafi milli, ondan sonra nə bilim, əmniyyət milli, tamamiyyət ərzi, düz yan-yana kələmələr.
Google-də bir girib baxsaz, görərsiniz ki, bütün xəlicin ətrafındakı ölkələr, İranın arasısız olan Əraqdan tut o birilərə qədər Xəlici Ərəbi 10 illərdir ki, orada yaygın işlədilən bir istilahdır. Əslində Xəlici Ərəbi yox, Xəlici Tanzaniya. Çox da dəyişmir əslində. Yəni bir addır da, bunu bu qədər namus eləməyin bir mənası yoxdur. Yəni misal üçün müqayisə edin məsələn İranın Xəzərdəki məsələn hesab kitabını ki, bütün tərəfsiz uzmanların nəzərinə görə İranın orada başına geniş bir böh keçib Rusiya tərəfindən, haqlarını itiribdi Xəzərdə. Onu danışan yoxdur. Məsələn, hətta bir də adını dəyişdirib, məsələn, Kaspiyan desələr, bətər kef elərlər. Gəlin görün ki, Xəlici Farsda, Xəlici Fars desən, ağaların bir müşkülü yoxdur, Xəlici Ərəbiyə çevirsən, yaman qiyamət olacaq. Bir ayrı komik məsələ də Fars opozisyonunun mərkəzi, yəni rəsanələrinin tavrıdır. Və qədim yerdə Los Ancelesi, indi Trump gələndən də Amerika rəsanələri deyə bir şey də qalmayıb, Los Ancelesi demək olmur. Batıdakı bu Farsi medianın ciddi ispanserlərinin ərəb ölkələri olduğunu əgər diqqətə alsaq, orada çoxunluqda olan Fars nasionalizmlərinin faşistləri desək, fikrim daha tarifi qırağa qoyub rahat danışa bilərik. Bu beçarların indi vətənpərvərlikləri də maraqlıdır, gülüncdür. Nə şəsti ilə deyə bilirlər ki, Xəlicin o yanı da, bu yanı da ərəblərin çoxunluqda yaşadığıdır. İllərdir də deyirlər, elə işlədirlər Xəlici Ərəbi olaraq. Bir də kəsin dəyişsə nə olar? Bunu yəni Xəlicin rejimi hüquqisini dəyişmirlər. Yəni fərz edin ki, adı əslən bir ölkə istəyir ki, orada məsələn ayrı şey desin. İndi siz təsəvvür edin ki, bir çox ölkə vardır ki, nə bilim biz Japon deyirik, Azərbaycanda Yapon deyirlər. İndi bu Tokiodakı millətin halına bir fərq eləmir ki. Yəni o ad çox da belə şey deyil. İndi Amerika təslim tuta fərz eləyək ki, desin Xəlici Ərəbi. Nə olacaq? Məsələn bu nə fərq eləyəcək? Nəysə sözü dağıtmayım. Bu Fars milliyyətçiləri, faşistlərinin buradakı tutumu da çox ilgincdir. Sərmayələri çoxunluqda Ərəbistandan gələn bu rəsanələrdə indi tam öz bəyəndikləri vətənpərvərlik eləmək istəyirlər, yadlarına düşür ki, eyvayda da pul Ərəbistandan gəlir, indi burada biz necə deyək, nə deyək. Nə şiş yansın, nə kebab. Feylən kebab daha önəmlidir, qoyacaq şiş nə günə qalır. Amma o ki müsəlləmdir, bu feyl-i infialatdan İran maksimum istifadəni eləyəcək. O da bu kampaniya başlatdıqlarını sosial mediada karzarlar qururlar. Eyvay çəhməyə xəmcırıldı ilə ki, Xəlici Fars əgər desələr Xəlici Ərəbi nə olacaq? Amma gözdən qaçmaması lazımdır da, təkrar olsa bağışlayın. Səth müzakirət dərəcə-i qənisazidən yenibdir Xəlici Farsın adını. Bu da ilginc bir şeydir. Bəlkə məsələn indi sabahlarım məsələn nə bilim fərz eləyin ki, Xəlicdəki bir neçə dənə adanı məsələn adını dəyişdirib məsələn Parsiyan qoysalar, İran razı olar da məsələn reaktorlar zətləri bağlasın, çəksin bu enerjiyəsti bəlasından da xalqı qurtarsın ya yox, sualı da soruşmadan edənmirik. Bu da bizim acılı ağlamalı əhvalımızın komik tərəfidir. Bəli, hər halükarda baxaq görək ki, Trump bölgəyə elədiyi səfərdə bu adı batmış Xəlicin adını necə qoyacaq, nə edəcək? Bizim sizin zindicanlığınıza Xəlici Ərəbi olandan nə fərq eləyəcək? Günlük 4 saat qət olan bərq 3 saat yarıma yenər ya yox? Baxıb, gözləyib görəcək. İndilik bu qədər olsun dostlar. Lütfən bizi YouTube'da təqib edin, dostlarınızla paylaşın. Abunə olun və nəzərlərinizi hər zamanki kimi sansursuz yazmağa davam edin. Sağlıqla qalın, şirin çayla qalın.